etdiyim şəxs kimdir? Soyadını daşıdığın, qan bağı olan yaxının kimdir? Gedək. Bahar necə qardaş qızıdır? Qəşəng qardaş qızıdır. İndi balaca vaxtı axtarıb tapa bilmədik. Çox axtarırdım. Sorğu-sual eləyirdim. Ondan bundan sorğu-sual tapa bilmirdim. Amma tez-tez məktub yazırdım. Uzun illərdən sonra Baharı tapdınız. Bəli. Tapanda nə dediniz Bahara? Ağlaşdıq birinci. Ağladıq. Neylədik? Evti yox, belə elədik, elə elədik. Neyləməli idik ki? Yalçın, bilirsən niyə mənə yaxın gəldi bibim? Yəni, yaxın durmaya da bilərdim də. Yəni, bilirsən xasiyyətimi. Elə qohumlarım var ki, həqiqətən də içimdən gəlmir. Yalandan necə deyim ki, mən səni çox istəyirəm. Sadəcə, mən bilirdim ki, o gözlə görmək var da. Yəni, bu bibim məni axtarıb. Mən necə bunu istəməyim? Nə demək istəyirdiniz Bahara? Bahara demək istəyirəm ki, ata mahnısını oxuyasan. Bunu istəyirəm. Onu məndən istəmə, bibi qadan alım. Onu bacarmaram. Analar üçün nə qədər deyirsən oxuyum. Niyə bacarmazsan ki? Niyə dana? Əsas sənin üçün oxuyum. Bibi oxuyum, əmi oxuyum, dayı oxuyum. Onlardan əziz atamdır. Mənim üçün atamdır. Mənim üçün, indi sənin üçün nətərdə onu mən bilmirəm. Sən də onu sən bilərsən. Yaxşı, bibin üçün bir dənə ifa, mahnı, canlı. Telləri dolayıb boynuma sal gecələr. Kövrəlmişim, oxuyamıram. Mən dünən bura gəldim, bibi ilə söhbət elədim. Uzun illər öncə atanın sənə verdiyi... Mənə verdiyi yox. Sənə verdiyi. Yəni, sənin üçün nəzərdə tutduğu... Mənim üçün nəzərdə tutduğu. Bibinə verib ki, bu hədiyyəni Bahar üçün ver. Mən istəyirəm bunu özün açasan. Bağışla, hər şey. Əziz tamaşaçılar, Bahar Lətif qızının atasının Bahar Lətif qızının üçün illər öncə bibisinə verdiyi üzük ki, bunu Bahar Lətif qızına çatdır. Və nə var orada? Kağız. Məktubdur. Çox xahiş edirəm, o məktubu oxu. Niyə? Bu bağla. Məktubu nə icrıdır? Orada nə yazılmışdı? Nə yazılmışsa qoy mənə aid qalsın. Niyə cırsan? Mən səni çox sevirəm. Yaxşı ki, varmısan. İstəyək ki, bu hədiyyəni qəbul edəsən, məktubu da oxuyasan. Nə məktubu oxudun, nə də hədiyyəni qəbul edin. Yox, edə bilmərəm. Mənə milyonlar da qoysaydılar, sonradan gətirib versəydilər ki, bunu sənə atandan qalıb, mən onu götürmərəm. Atandan götürməzsən, bibimlə götürər. Bibimə bir də canım qurban. Bibimə ürəyim qurban olsun. Çünki bibimi çox sevirəm. Allah da buna şahiddir. Sənə nəfəs alım, sənin o qoxun var, o da mənə doğmadır. Anam Kəbirəni nə qədər sevirəm, səni də o qədər sevirəm. Mənə ata olan səxavətdir bugünkü gün, atalıq eləyən. Sənin oğlun öz dayısının əsl belə deyək, atalıq missiyasını yerinə yetirir bugünkü gün. Həyatda hər şey ola bilər. Mən güclü insanlardanam və güclü xanımlardanam, onu da deyim.
başıma da nə gəlibsə, çox təəssüf ki, sadəlövlükdən, Orxan bayaqları dedi, bibimin nəvəsi, sadəlövlüyündən tez inanmağımdan irəli gəlir və dostlarım üçün də nəsə edərəm. Yəni məndən nəyisə xahiş edərlərsə mən onu edərəm. Dostlarım üçün o da mənim istəyimdir ki, hörmətimdir ki, onu çətin də olsa edərəm. Verilişimizin artıq sonudur, verilişimiz yekunlaşır. Amma mən istəməzdim verilişimiz bu notlarda yekunlaşsın. Həqiqətən mən istədim ki, bu sürpriz sənin ürəyincə olsun. İllər sonra Yox, mənim ürəyimcə atanın hədiyyəsini qəbul etmək, atanın məktubunu oxumaq çox istəyərdim olsun. Yəni bir mənalı qarşılanmaya bilər. Sadəcə o bayaqları biz internatda danışdığımız bir mövzu var idi. Məni qınaya bilərlər. Amma başına gəlməyən başmaqçı ola bilməz. Ona görə də çox açıqlama verə bilmirəm. Çox təəssüf ki, açıqlama verə bilmirəm. Yəni, qoy elə məni öz musiqilərimlə, qoy elə öz mahnılarımla, səsimlə sevsinlər. Mən də sonunda sənə təşəkkür etmək istəyirəm, Bahar, bugünkü günə görə. Bugün həqiqətən də mənim üçün həm maraqlı gün oldu, həm də düşündürücü gün oldu. Mən də bir övladam, mən də bir valideynəm. Örnək, görürsünüz, çox şey örnək götürür insan. Çox şey örnəkdir. Mən özümü sevmirəm. Mənə heç kəs görməyib məni ağlayan yerdən. Ümumiyyətlə, yaxınlarım belə məni görməyib, göz yaşlı məni görməyib. Amma mən görmüşəm. Amma sən görmüsən və bu günləri məni kövrəltməyi bacardın sən. Və buradan da bir çox insanlara söyləmək istəyirəm ki, övladlarınızın qədrini bilin. Hər şeyi zamanında dəyərləndirməyi bacarın. Və bir də bunu demək istəyirəm. Mən insanlarla niyə belə sıx isti münasibətdəyəm? Özümdən böyükdə, balacada görəndə istəyirəm hamı məni sığallasın, hamı məni çox istəsin, hamı məni, düzdür, maddi heç nə istəmirəm. Amma o çatışmayan bir travmadır da o. Yəni, hər bir ata nə olar, qurban olun, məndən heç kəs inciməsin. Mən o qədər səmimiyəm. Bax, evdə məni necə gördünüz, belə də, burada da beləyəm. Hər bir ata, hər bir ana övladına bolluca sevgi verməlidir. Qız uşaqlarına, yəni bunu Allah rəhmət eləsin, Hacı Şahin demişdi, qız övladlarınıza elə bir sevgi verin ki, atalar, onlar gənc olanda qıraqda, bucaqda, belə deyək də, sevgi axtarmasınlar. Mən də bunu arzuluyuram ki, hər bir valideyn öz qız övladına sevgini elə verməlidir ki, birinci ailəsini qorumalıdır. Ailəni qoruyaraq da öz övladlarına qoruyucu bir mələk kimi hər zaman belə deyə müdaxilə etməlidir.